İlham Əliyevin tapşırığı ilə dənizçilər üçün tikilən yaşayış kompleksi təhvil verilib. Milli lider Heydər Əliyevin 100 illik yubileyi günündə mənzillərin açarı sahiblərinə təqdim edilib. Mərasimdə iştirak edən Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev, Ulu Öndər Heydər Əliyevin Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin, o cümlədən Xəzər Dəniz neft donanmasının inkişafına xüsusi diqqətlə yanaşdığını bildirib. Qeyd edək ki, yaşayış kompleksi hər biri tək bloklu olmaqla 16 mərtəbəli 487 mənzilli 5 binadan ibarətdir. Kompleksdə uşaq bağçası və digər sosial infrastruktur imkanları da yaradılacaq. Şəffaflığın təmini məqsədi ilə mərtəbələr və mənzillər sahiblərinə püşkatma yolu ilə verilib. Mən fəxr edirəm ki, bizə də belə gözəl, möhtəşəm bir bina qismət oldu. Bu binanın tikilişində zəhməti olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Dənizçilərə, gəmiçilərə olan diqqət və qayğı hər zaman olmuşdur. Bugün də görürük bunu. Başda cənab prezidentimiz İlham Əliyev olmaqla əməyi olan hər bir kəsə öz adıma, həmkarlarım adına, qonşularım adına hər kəsə özlərinin minnətdarlığımı bildirirəm.